Salam uşaqlar, bugün sizlərlə funksiyalar və qrafiklər mövzusunun 4-cü bölməsi olan tək cüt funksiya, artan azalan funksiya, dövrü funksiyaların asan dərs izahlarını sizlərlə paylaşacağım. Birinci başlayaq tək və cüt funksiyadan. Uşaqlar, tək funksiya ümumiyyətlə, məsələn, f mənfi x. Tək funksiyada mənfi qabaq atır. Olur, mənfi fx. Amma cüt funksiyada mənfi udulur. F mənfi x isə cavabda fx alınır. Yəni, tək mənfiyi qarşıya verir, cüt funksiya mənfini udur. Bundan başqa, üstü tək olan, bax, məsələn, y bərabərdir x, y bərabərdir x kubu, y bərabərdir x üstü 5, sonra y bərabərdir, məsələn, yazaq, x üstü 2-nin minus 1 qısa konkret. Yəni, bunların hamısı tək funksiyaya aiddir. Cüt funksiya y bərabərdir, məsələn, x kvadratı, sonra y bərabərdir modulda x, ya y bərabərdir x üstü 4, yəni üstü cüt olanlar, bunlar da cüt funksiyaya aiddir. Sonra sinus, tangens, kotangens. Bu üçü tək funksiyadır. Bircə kosinus cüt funksiyadır. Yəni, üçü tək funksiya, kosinus cüt funksiyadır. Məsələn, bizə düşsə ki, kosinus mənfi x, bunu biz o dəqiqə mənfini udacaq, olacaq kosinus x. Amma sinus mənfi x olsa, onda olacaq mənfi sinus x. Bax, məsələn, yazırıq ki, sinus mənfi 30 dərəcə. Onda mənfi önə atılacaq, olacaq mənfi sinus 30 dərəcə, bu da bərabərdir mənfi 2-də 1-ə. Sonra uşaqlar, tək funksiyanın qrafiki hansıdır deyəndə, biz bilməliyik ki, tək funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simmetrik olur. Yəni, bu nə deməkdir? Koordinat başlanğıcı bu deyil. Məsələn, qrafik belədirsə, bunun simmetriki də belə. Sonra və ya qrafiki, məsələn, bu formada veribsə, bunun simmetriki belə. Və ya qrafik belədirsə, bunun simmetriki belə. Yəni, əsas məsələ tək funksiyanın qrafiki nəyə görə simmetrik oldu? Koordinat başlanğıcına nəzərən simmetrik olacaq. Bəs cüt funksiyada isə, ordinat oxuna nəzərən simmetrik olur. Ordinat oxuna nəzərən simmetrik olur. Bax, məsələn, buna aid. Ordinat oxu bu deyil, y oxu. Ordinat oxuna nəzərən simmetrik. Və ya başqasını çəkək. Məsələn, belədirsə qrafik, bu hissəsi də belə olacaq. Və ya belədirsə, bu hissəsi də belə. Yəni, əsas nə olmalıdır? Ordinat oxuna nəzərən simmetrik olmalıdır. Cüt funksiyanın qrafiki. Sonra, burada ən çətin formalı suallar nə olur? Bizə deyir ki, məsələn, sual düşəcək, verəcək ki, fx bərabərdir. Məsələn, 3 olmasın, lap yazılsın ki, ax kubu üstə gələk, a çıxaq 1 x kvadratı plus, məsələn, a. Verəcək ki, funksiyası tək olarsa, a-nı tap. Funksiyası tək olarsa. Yəni, bu sözün önəmi var burada. Tək olarsa a-nı tap. Bax, uşaqlar, yadınızda saxlayın ki, tək dedikdə tək funksiyada cütün qarşısı və sərbəst hədd
Bura lap A yazmayaq. Məsələn, burada yazım. Bura 1 yazımla. Burayı da modulda A yazım. Aha, qarşısı və sərbəst hədd 0 olur. 0 olmalıdır. İndi bu nə deməkdir? Bax uşaqlar, cütün qarşısı. Tək deyirsə cütün qarşısı. Cüt burada hansıdır? X kvadratda. X kvadratın qarşısı nədir? Modulda A çıxaq 1. Bunu nəyə bərabər eləməliyəm? 0-a. Sərbəst həddə 1 yazmışam. Ya sərbəst həddi biraz. Çünki bunu özümdən deyirəm. Misallarda daha rahat olur. Ya burada yazım açıq 1. Sərbəst hədd hansıdır? Açıq bir sərbəst hədd deyil. Yanında x yoxdursa sərbəst hədd sayılır. Və həmin sərbəst həddi də 0-a bərabər edirəm. Buradan A-nı tapsam 1 edəcək. Buradan da modulda A bərabərdir 1. Burada da A edəcək plus minus 1. İndi bizə deyəcək ki, A-nın hansı müsbət qiymətində falan. Onda da cavab nə olacaq? 1. Yəni, əsas məsələ nə oldu? Tək funksiya deyirsə, cütün qarşısı və sərbəst həddi nə etməliyik? 0 etməliyik. Bir də uşaqlar, misallarda bəzən bu formada düşür. Deyir ki, fx bərabərdir 2 minus x-in kvadratı çıxaq mx plus 3-i. Aha. Deyir, m-in hansı qiymətində tək funksiyadır. Bax, yəni, burada əsas məsələ nədən ibarətdir? Əgər mötərizənin içində x varsa, mütləq şəkildə birinci o mötərizəni açmaq lazımdır. Biz burada niyə mötərizəni açmadıq? Çünki burada x mötərizənin içində deyil idi, çöldə idi. Lakin mötərizənin içində olanda birinci bu mötərizəni açmalısınız. Yazmalıyıq, lap mötərizəni silim. Aha, olacaq 4 çıxaq 4x plus x kvadratı çıxaq mx plus 3i. Sonra 4-ün oxşarı yoxdur. Burada mənfi 4x, mənfi mx. Mənfi x-i çölə çıxarsam, burada qalacaqmı 4 plus m? Üstə gələk x kvadratı qutardı. Bərabərdir. Bura fx bərabər idi da belə. Bax, aşağılar. Bunu bu formada yazandan sonra biz indi tək funksiya dediyinə görə tək nə deyirdi? Deyirdi ki, cütün qarşısı 0 olsun. Bu formada da. Yəni, burada əsas məqsəd mötərizəyi açmaq lazımdır. İndi burada sualda təki soruşa bilməz. Mütləq sualda cütü soruşmuş olacaq. Çünki təki soruşursa cütün qarşısında heç nə yoxdur. Cütü izah eləməmişəm deyə. Mən cütü demirəm burada. İndi cütü bundan sonra izah eləyəcəm. Aydın oldu. İndi keçək cüt funksiyanın izahına. Tək nə dedib? Yenidən yadımıza salırıq. Cütün qarşısı və sərbəst hədd nə olmalıdır? 0 olmalıdır. Mötərizənin içində x varsa mütləq mötərizəni açmalıyıq. Bu getdi. İndi gəlirəm cüt funksiya. Cüt isə deyir ki, təkin qarşısını 0 et. Təkin qarşısını 0 et. Sərbəst həddən işi yoxdur. Cütdə yalnız təkin qarşısı 0 olmalıdır. Bax, məsələn, bu sualı açılışını yazmışdıq da. 4 çıxaq 4 plus m x-i bu üzə yazım, fərqi yoxdur. Üstə gələk x kvadrat. Deyir, indi m-in hansı qiymətində cüt funksiyadır? Cüt nəyin qarşısını 0 et deyirdi? Təkin. Tək burada hansıdır? Bax, bu 4 sərbəst həddir. Bundan işim yoxdur. X kvadratı cütdür, işim yoxdur. Tək x-in qarşısı. Çünki x təkdir da, üstü neçədir bunun? 1. Demək, onda mən 4 plus m-i bərabər edəcəm 0-a. M-i də buradan alacam, mənfi 4. Ümid edirəm, aydın oldu. Gəlin, ümumiləşdirək hamısını bir əl. Tək cüt funksiyada tək nə etdi? Mənfi qarşıya verdi. Cüt funksiya isə mənfiyi uddu. Üstü tək olanlar tək funksiya aiddir. Üstü cüt olanlar plus
modulda olanlar cüt funksiyadır. Sinus, tangens, kotangens tək, kosinus cütdür. İndi kosinus cütdür deyə mənfiyi uddu, yoxa çıxdı. Sinus təkdir deyə mənfi qarşıya verdi. Burada da yenə sinus təkdir deyə mənfiyi qarşıya verdi. Tək koordinat başlanğıcına qrafiki, koordinat başlanğıcına nəzərən simmetrik oldu. Koordinat başlanğıcı bu nöqtədə bilirik. Cütdə isə ordinat oxuna nəzərən simmetrik olur qrafiklər. Bu da belə. Bu formalı misallarda nə etdik? Əgər mötərizənin içində x varsa, birinci mötərizəni açmalıyıq, sonra həll eləməliyik. Yox, əgər x-lər çöldədirsə, işimiz yoxdur. Tək nə deyirdi? Cütün qarşısı, bir də sərbəst həddi sıfıra bərabər et. Cüt nə deyirdi? Yalnız təkin qarşısını sıfıra bərabər et. Və təkin qarşısı da nə idi? 4 plus m idi da burada. Bunu sıfıra bərabər elədim və m-in cavabını buradan tapdım. Məsələn, testdə belə suallar düşür. Deyir ki, hansı cüt funksiyadır? Bunları əksinə izah eləmişəm. Bir də təkrarlamağa dəyməz. Demək olar ki, bu formalı sualların hamısını izah eləmişəm. Məsələn, 16-cı suala baxaq. 16-cı testdə. Verib ki, fx bərabərdir. Mötərizədə 3 çıx 2x, mötərizənin kvadratı çıxaq 4mx plus 4m. Funksiyası cüt funksiyadır. M-in hansı qiymətində cüt funksiyadır? Cüt nə deyirdi? Deyirdi ki, təkin qarşısını sıfır et. Biz bir də nə dedik? Dedik, əgər mötərizənin içində x varsa, biz o mötərizəni açmalıyıq birinci. Açaq, 3-ün kvadratı 9, çıxaq, birincinin ikinciyə vurma asilinin 2 misli 12x plus 4x kvadratı, çıxaq 4mx, üstə gələk 4m. Burada oxşarları tapaq. Oxşarlar 4mx-dən 12x-dir. Yazıram, davam edirəm. 9 çıxaq. Mənfi 12x-dən mənfi 4mx-dən mənfi 4-ü çölə çıxarda bilərəm da. Burada nə qalacaq? Daha doğrusu 4x-i. Bir dəqiqə. 4x-i çölə çıxardıram. Burada qalacaq 3. Üstə gələk. 4x çıxdısa burada da m. Aha. Bunu yazdıq belə. Yerdə qalanlarını da köçürürəm. Üstə gələk 4x kvadratı, üstə gələk 4m. Uşaqlar, bunları yazandan sonra baxırsınız, mötərizənin içində x varmı? Yox. Demək onda suala cavab verə bilərik. Cüt demirdi. Cütdə biz nə demişdik? Deyirdi ki, cüt yalnız deyir, təkin qarşısını sıfır elə. Burada bu cütdür, bununla işim yoxdur. Burada x falan yoxdur deyim, bu sərbəst həddir, işim yoxdur. 9 sərbəst həddir, işim yoxdur. Demək, işim bax buradandır. Tək 4x onsuz. Bu əmsalın da heç bir önəmi yoxdur. X bu tək deyil. Bunun qarşısı olsun, yəni öndə olsun, arxada olsun, heç bir fərqi yoxdur. Burada onda biz 3 plus m-i nəyə bərabər eləməliyəm? Sıfıra. Yazıram, 3 plus m bərabərdir 0. M-i də buradan tapıram, mənfi 3. Ümid edirəm, aydın oldu. İndi uşaqlar, gəlin başlayaq artan, azalan funksiyaya. Artan, azalan funksiyada nə deyəcəyik? Deyir ki, əgər artma necə olacaq? Əgər deyir, x1 böyükdür x2-dən. Yəni, x1 x2-dən böyük olduqda, onda f x1 də böyük olmalıdır f x2-dən. Bu onda necə funksiyadır? Bu olacaq artan. Olacaq artan funksiya. Bax, məsələn, bu tip sual necə olacaq? Deyəcək, bütün ədəd oxunda artan fx funksiyası, artan funksiya. Fx funksiyasının qiymətlərindən hansı ən böyükdür? Funksiyanın qiymətlərindən demir, hansı ən böyükdür? Funksiyanın qiymətinin böyük olması üçün aşağıda da belə cavablar verir. Məsələn, f5, f6, f7. Artan demir, funksiyanın ən böyüyünü soruşmur, qiymətlərindən deyir hansı ən böyükdür. Demək, x-in hansı qiyməti böyükdürsə, həmin qiymət ən böyük olacaq. Artan deyəndə nə deyir, ona cavab versən. Deyir, artan deyirsə, ən böyük deyəndə ən böyük götür. Artan funksiyada ən kiçik deyəndə də ən kiçik qiyməti götürürsən. Amma azalan funksiyada əksi olur. Məsələn, x1 böyük x2-dirsə, bu zaman fx1
kiçik olacaq f(x2)-dən. Məsələn, burada da bu azalan funksiyadır. Azalan. Məsələn, deyəcək, bütün ədəd oxunda azalan f(x) funksiyasının qiymətlərindən hansı ən kiçikdir? Azalan funksiyada ən kiçiyi soruşmur. Onda onun əksini götürəcəm. Demək, ən böyük götürəcəm. Onda yenə neçəyi götürərdim? f7-yi. Sonra ümumiyyətlə k-sı kiçik olan funksiyalar olur azalan funksiya. Azalan funksiya. Məsələn, bizə verəcəklər ki, y bərabərdir -x. Y bərabərdir -2x plus 5. Bunların hamısı azalan funksiyaya aid olacaq. Bir də azalan funksiyada üstünün tək cüt olmağı da önəmlidir. Yəni, tək olmalıdır. Artan funksiyada da k-sı nə olmalıdır? Böyük 0 olduqda artan funksiya olacaq. Yenə də üstü tək olmalıdır. X-in üstü tək olmalıdır. Bundan başqa artan azalan funksiyada nə deyək? Uşaqlar, ondan sonra bir də var y bərabərdir 1/x funksiyası. Bu həmişə azalan funksiya olur. Azalan. Y bərabərdir -1/x. Bu isə artan funksiya olur. Çünki burada x məxrəcdə olduğuna görə azalandı. Burada mənfidən bu bir-birini, yəni mənfiyi mənfiyə vurma kimi, bölmə kimi düşünəndə müsbət olmur. Ona görə də olur artan funksiya. İndi keçirik dövrə. Dövr. Uşaqlar, dövr t hərfi ilə işarə olunur. T hərfi ilə işarə olunur. Yəni, asant qaydasını deyəcəm. Əsas, yəni, bundan işləmək lazımdır. Bax, məsələn, bizə belə sual düşür. Deyir ki, f(x) funksiyası bütün ədəd oxunda təyin olunmuş dövrü 7 olan tək funksiyadır. f1 7, f2 9 olarsa f23-ü tap. Dövrü neçədir? 7. f23-ü tap və ya bir də olsun f15-i tap. Dövr də 7-dir. Onda nə edirik uşaqlar? f23-də bu 23 yoxdur. Bu 23-ü qıraqda bölürük 7-yə. 23-ün içində 7, 3 dəfə 7, 21. Qalıq neçə düşdü? 2. Tapdığın qalığı yazırsan f2. Demək, f23 elə nəyə bərabər imiş? f2-yə. Onun da cavabı nə imiş? 9. İndi 15-i tapaq. f15. İndi 15-i neçəyə böləcəm? 7-yə. Bölürəm 7-yə. 2 dəfə 7, 14. Qalıq nə tapdım? 1. 1-dirsə, demək f1-ə bərabərdir. f1-in də cavabına neçə verib? 7. Ən asant yol budur. Başqa məsələn, başqa bir nümunə də yazaq. Məsələn, bizə deyir ki, topludan yazımlab. Məsələn, burada 29 nömrəli suala baxıram. 29 nömrəli sualda deyir, əsas dövrü 6 olan, yəni t bərabərdir 6 olan cüt funksiyadır. Cüt funksiyadır. f2 5 f-3 6 olarsa kəsr xətti verib f-14 üstə gələk f-21 f-45 çıxaq f-50 ifadəsini deyir, qiymətini tapın. Bax, uşaqlar, burada bu cüt funksiyadır sözünü bizə boş-boşuna demir. Cüt funksiyadır demək o deməkdir ki, yəni burada bu mənfi qabağa atacaqmı, atacaq, yoxsa udacaqmı? Biz demişdik, nə idi? Cüt funksiyada mənfiyi udur. Demək, f-3 6-dırsa, elə f3 də nəyə bərabərdir? 6-ya bərabərdir.
Eynən f mənfi 14 isə mənfiyə atırıq. Nə yazacağım? F14, F21. Nəyə görə yazıram bunları? Cüt funksiya olduğuna görə. F45 çıxaq. Burada yazıram F50. Və dediyim üsuldan misalı davam elətdirirəm. Bərabərdir kəsr xəttim. İndi 14-ü dövr neçədir? 6. 14-ü gəlib bölürəm 6-ya. 14-ün içində 6, 2 dəfə 12, qalıq nə düşdü? 2. Demək, nəyə bərabər oldu? F2-yə. Üstə gələk. İndi 21-i 6-ya bölürəm. 3 dəfə 6, 18, qalıq nə düşdü? 3. Demək, F3 oldu. 45-i 6-ya bölürəm. 7 dəfə 6, 42, qalıq 3 düşdüsə, bura F3 oldu. Çıxaq, 50-yi 6-ya bölürəm. 8 dəfə 6, 48 isə qalıq 2, bu da olur F2. Və yerinə cavabları qoyub həll edirəm. F2 5-dir, F3 6-dır, F3 6-dır, F2 də 5-dir. Və hesablayıram, cavab eləyir 11. Ümid edirəm, aydın oldu hamıya. Belə uşaqlar, oldu, sağ olun.